Türkiyənin məşhur müğənnisi Volkan Konak bir mahnısında belə deyirdi: "Doktorlar haradan bilsin insanın canının ağrısını? Bəzən belə düşünülür ki, həkimlər xəstənin ağrısını, dərdini tam anlamır. Sizcə bu fikir nə dərəcədə doğrudur? Həkimlər doğrudan da soyuqqanlı olur, yoxsa bu onların peşə borcu naminə taxdıqları bir maskadır? Başqa sözlə, bu fikir sizcə cəmiyyətin həkimlərə baxışındakı bir boşluğun göstəricisidir, yoxsa ki, həkimlərin öz peşə davranışlarına görə duyğularını göstərməməsinin nəticəsidir?" Axırdan yana başlayaq, əlbəttə ki, duyğularının və hisslərinin gizlədilməsi nəticəsidir. Niyə görə? Əgər sən həkim olaraq qarşında duran o xəstənin siz deyən kimi ciyərinin, böyrəyin ağrısını hiss eləmirsənsə özündə, sən onun müalicəsində məşğul ola bilməyəcəksən. Və sən bilərəkdən ki, bu ciyərdə bu hadisələr, bu proseslər var və sən onu hiss edirsən ki, bunda həqiqətən bu ağrılar ola bilər, onda sən onun müalicəsində məşğul ola biləcəksən. Digər halda bu mümkün deyil. Çünki sən onu yaxından bilib və hiss eləməlisən və hiss edirsən.